önəmlidir. Dördüncü səbəb isə qaraciyər və böyrəyin yüklənməsi lazım olmayan durumda. Bu nə deməkdir? Bildiyimiz kimi qaraciyər və böyrəklər insan orqanizmində toksik maddələri uzaqlaşdırma funksiyası görür. Yəni hər hansı bir maddə bədəndə, bizim bədənimizdə öz funksiyasını yerinə yetirdikdən sonra ondan qalan atqı, lazımsız məhsullar bir şəkildə orqanizmdən xaric olmalıdır və bu funksiyanı öz öhdəsinə götürən isə qaraciyər və böyrəklərdir. Antibiotiklərin də lazımsız qəbulu bu orqanların iş yükünün artmasına, onların funksiyalarında müəyyən problemlərə gətirib çıxara bilər. Deməli, buradan bu dediklərimdən hansı nəticəyə gəlmək olar? O nəticəyə gəlmək olar ki, antibiotiklər son dövrlərin möhtəşəm kəşfidir, təbii ki, son zamanların və çox ağır durumları, çox ağır xəstəlikləri, sepsis kimi dəqiqələr, günlər içində insan həyatını bitirəcək olan durumları çox gözəl şəkildə müalicə edir. Ancaq antibiotiklərdən uzun vədədə düzgün faydalanmaq üçün lazımsız şəkildə qəbul etmirik. Həkim nəzarəti altında bakterial infeksiya olarsa qəbul edilir.